Əziz və möhtərəm qardaşım Ağamir, salam duadan sonra yazıb sizə məlum edirəm ki, mən sağ-salamatam. Qardaş, bu günlərdə Yaqubdan və Balarızadan məktub almışdım. Həmin gün onlara cavab yazdım, səndən isə bu günlərdə məktub ala bilmirəm. Səbəbi mənə məlum deyil, ona görə də səndən nigaran qalıram. Xahişim budur ki, tez-tez mənə məktub yazasan. Qardaşım, mən burada qabaqki kimi yaxşı dolanıram. Dərsim də davam edir. Biz Kiyevə köçməyə hazırlaşırıq. Ağamir, yaz uşaqlar necə dolanır? Qoyunlardan süd sağırsınız, sonra yaz mənim əkdiyim ağaclardan və kənddə olan xəbərlərdən. Yaz orada produkt neçəyədir və paltar tapılırmı? Yaz qonşulardan kim əskər gedib, kimdən məktub gəlir, kimdən yox. Ağamir, uşaqlardan müğayət olun. Evdən müğayət olun. Anamdan yaxşı müğayət olun. 3 qardaş, 4 bacı, sizdən onu canım sağ olsa gələndə tələb edəcəyəm. Mənim əvəzimə onun, ağasının, Gülarənin və bütün uşaqların üzündən öp. Ağamir, yaz ağası necə oxuyur? Ağamir, mənə Seyid Məsmədən bir xəbər yaz. O yaxşı oldu mu və indi keyfi necədir? Bu qədər məndən salam sənə, anama, ağa xanıma, Seyid xanıma, Mirzadəyə, Mirqafara, Gülarəyə, Mir Əsədullaha və uşaqlarına, Əzimbalaya və uşaqlarına, Seyid Məsməyə, Əsədə və uşaqlarına, Fatmaya, Məhərrəmə və uşaqlarına, Tubuya, Yaquba və uşaqlarına, qohum əqrəbaya, məni soruşanlara. Seyid Həsən Qafarov, 17 aprel 1944-cü il. ...1943-cü il avqustun 9-da yazdığı məktubdan. Əzizim anam, mən sağ-salamat varam. Sizin də sağ və salamat olmağınızı arzu edirəm. Mənim işim yaxşıdır. Ana, Krasnodardayam, hələ heç yana göndərmirlər. 1925-ci ildən yığılan uşaqlar arasında Ramanalılardan da var idi. Gəldilər, buradan fronta getdilər. Öpürəm anamı. Azərbaycan, SSR, Bakı, Leylin rayonu, Ramana kəndi, Korpus 37, ev 5, mənzil 2, Səhra poçtu 223 Mirnağıyev, Mirqəni. İstəkli yoldaşım Misir. Əvvəla salam. İkincisi, salamdan sonra ürəyimin ən dərin köşəsində bəslədiyim, ən gənc yoldaşlıq və gənc qızıl əskər salamlarımı sənin kimi unudulmaz həyat yoldaşıma təqdim edirəm. Yoldaşım Misir, əgər mənim əhvalımı sormaq istəsən, çox şükürlər olsun ki, bu istəkli məktubu yazana qədər sağ və salamat varam. Və sizin də sağ və salamat olmağınızı həmişəlik arzu edirəm. İstəkli yoldaşım Misir. Bu list kağızı əskərlik sıralarında yaxşı çalışdığıma görə sizə və istəkli insanlarıma mükafat olaraq göndərirəm. Misir xanım, səndən xahiş edirəm, uşaqlardan müğayət olasan. Vaxt olar ki, faşist Hitlerizmi məhv olar və bizim də işimiz yaxşı olar. Yenə də qayıdıb gəlib, yenə də uşaqları öz başımıza yığıb saxlarıq. İndi sizdən xahiş odur ki, uşaqlardan mütləq dərəcədə müğayət olasınız. Əhvalımı anam sənə deyibdir. Yerimizi dəyişəcəklər, məndən nigaran olmayın. Hələ biz öz yerimizdəyik. Əgər başqa yerə dəyişdirsələr,
sizə məktub yazacağam. Ancaq hələ öz yerimdəyəm, nigaran olmayın. Atama salam göndərirəm. Oğlum Bahadirə və qızım Bahar xanıma, həyat yoldaşım Misirə. Unudulmaz atacan, əvvəla salam. Salamdan sonra, əgər biz tərəfin əhvalını xəbər almaq istəsəniz, çox şükürlər olsun, sağ və salamat olub, sizin də sağ və salamat olmağınızı həmişəlik arzu edirəm. Atacan, məndən nigaran olmayın. Mən yaxşıyam, uşaqlardan müğayət olun. Atacan, mənə niyə məktub yazmırsan? Mənə tez-tez məktub yaz. Məndən salam bacılarıma, qardaşlarıma, Dürnisəyə və uşaqlarına, bacımın qızı Mirzadəyə. Əziz yoldaşım Misir, bu məktubu oxuyarsan və onların hamısına deyərsən, nə üçün mənə məktub yazmırlar? 3-5 vərəqə yazdığın məktubları alıb, oxuyub çox şad oldum. Məktubun cavabını mənə tez yazarsan. Nə eybi var gözəlim, hər eybinə dözərəm. Yolunda həsrətinin eşqi kölgəsin gəzərəm. Bu qanlı çeşmim ilə hicri dağı sinəmdə, çəmən çiçəklərini lalələr kimi gəzərəm. Düşüncəsiz deyiləm, incə mətləbə dözərəm. Cahan boğsa da tufan məni qorxutmaz. Nə növ qövr eləsə, eşqi dalğasın üzərəm. Yanma mirqəniyə, şuxə vəfası yoxdur onun. Mələk də olsa mən ondan ümid əlin üzmərəm. Bu məktubu oxuyanda bütün adamları yığıb onların yanında oxuyarsan. Sağ olun, sağ olun bunu oxuyan və qulaq asanlar. İmza həyat yoldaşın Mirqəni. 12 iyun 1942-ci il. Qafarov Seyid Həsəndən gələn məktubların sayı 70-ə qədərdir. Məktublarda onun keçdiyi cəbhələr və döyüş yolları öz əksini tapıb. Şərifov Cümşüdün ailəsi müharibə dövründə ondan 11 məktub alıb. Onlardan sonuncusu 1 oktyabr 1943-cü il tarixinə təsadüf edir. Nağıyev Mirqənidən cəbhədən göndərdiyi 2 məktub və bir şəkil yadigar qalıb. 1942-ci ilin oktyabrında ailəsi Nağıyev Mirqəni Mirtağı oğlunun itkin düşməsi haqqında məlumat alır.